Kanalımıza hoş gelmişsiniz. Sizin de evlerinizde böyle bir güzel karanfiller varsa, siz de bunları artırmak istəyirsinizsə veya necə baxmaq lazımdır öyrənmək istəyirsə, necə yetişdirmək lazımdır öyrənmək istəyirsinizsə, elə isə yaxın oturun, ətraflı danışaq. Siz də hər şey haqqında məlumat toplayın. Bu karanfiller Hollandiya sos karanfillərdir. Bunların boyu təxminən 30-40 santime qədər qalxır və bol-bol çiçək açır. Demək olar ki, bütün qışa qədər yazdan çiçək açan dövrüdür. Ancaq qərənfillər bildiyimiz kimi 2 illik bitkilərdir. Yəni bunları biz artırmasaq və yaxud da bunların artmağına şərait yaratmasaq, bunlar 1 il çiçək açacaq və ondan sonra kökü kəsiləcək. Buna görə nə etmək lazımdır ki, qərənfillərimiz həmişə olsun və daima çiçək açsın. Qərənfillər bildiyimiz kimi rəngarəngdir, cürbəcür rəngləri olur, bunların çeşidləri olur, sortları olur. Türk sortları təxminən 1 metrə qədər boyları qalxır, ancaq Holland sortlar gödək olurlar. Qərənfilləri yaxşı olar ki, qumlu yerlərdə əkəsiniz. Çünki qərənfillər həm yumuşaq torpağa ehtiyacı var, həm də nəmliliyə ehtiyacı var. Tez-tez sulama da olmaz, tez-tez sulamaq kök çürüməsini gətirib çıxarda bilər. Siz qərənfilləri əgər təbii şəkildə əkib özünü ilə qoymuş olsanız, özündən təbii şəkildə artır. Yəni onu artırma ehtiyacı yoxdur. Yox, siz kütləvi şəkildə qərənfilləri artırmaq istəyirsinizsə, videomuzu sona qədər izləyin, öyrənin. Qərənfillər bol günəş sevən bitkidir. Kölgəli yerdə əkməyə ehtiyacı yoxdur. Belə istəsəz kölgədə də əkə bilərsiniz, çünki kölgədə də heç bir problem olmur. Yəni çiçək aça bilir. Bu qaydada. İndi öyrənək qərənfili necə artırmaq lazımdır. Belə bir qərənfilimiz var. Görürsünüz artıq öz gözəlliyini itirib, içindən pürüklər gəlir, çoxalmaq istəyir, ancaq belə görünüşü eybəcərdir. Ona görə belə bir qərənfilləri siz də evinizdə götürüb çoxalda bilərsiniz. Bu hissələrdən kəsib götürsək, belə bir hissələrdən kəsib götürün, çünki çox da cavan budaqlar olmasın. Təxminən 7-8 santim boyunda bizə bəs eləyir artırmaq üçün. Həm bunları belə kəsmək ona xeyirdir ki, yenidən pürükləyəcək, yenidən gözəl çiçəklər açacaq, həm də ki, özümüzə xeyirdir, artırmış olasıyıq bu qaydada. Belə bir pürüklərdən götürək, bizə yetərincə bəs olanda dayanarıq. Bu qaydada. Başqa rənglərdən də artıraq. Belə bir qırmızı rəngimiz də var, bundan da artıraq. Bu qərənfillər toxumdan da artır. Ancaq bunu qələmdən artırmaq daha yaxşıdır, çünki tez çiçək açacaq. Güllərinə heyfiniz gəlməsin, çünki güllər o yenə də açacaq, yəni həmişə güllər olacaq. Əsas məsələ qərənfiliniz çoxalsın. Və belə bir hormonlarımız var. Hormonlardan istifadə edə bilərsiniz. Bunu bitkiçilik mağazinlərinə, dərman satan mağazinlərinə ala bilərsiniz. Bu bizdə də var satışda. Belə özünüz də istəsəniz, başqa, yəni bizə çata bilmirsinizsə, başqa yerlərdən də ala bilərsiniz. Bundan necə istifadə edirik? Bu qaydada qələmləri batırıb kök hissəsinə bu qaydada batırırıq. Buna çox batırma ehtiyac yoxdur. Yəni ora bir balaca toxunlu bəs edir. Bu qaydada əkirik. Çalışın bunu əkəndən sonra isti yerdə saxlayın. İsti yerdə saxlayın və işıqlı yerdə saxlayın. Təxminən 2 həftədən artıq kök verməyə başlayacaq qərənfilləriniz. Eğer videolarımızı beğenmiş olsanız like koymağı ve paylaşmayı unutmayın. Videolarımızı sona kadar izləyirsinizsə çok sağ olun. Teşekkür ederim dəstəyinizə görə və hər şeyə görə. Hər birinizə minnətdaram.